İnsan bu dünyada özünü qərib kimi hiss eləyir. O bilir ki, bu dünya onun həqiqi məskəni deyil, səadət diyarı deyil. Təsəvvür et ki, babamız Adəm bu dünyaya günah işlədiyinə görə düşüb, yüksəlməyib, enib. Necə səadət diyarı ola bilər? Necə səadət diyarı ola bilər ki, babamız bura günah işlədiyinə görə düşüb. Və insan bunu bilir. Və bilir ki, bu dünya onun qərar tutacağı yer deyil. Kullu nəfsin zaiqatul maut. Hər can ölümü dadacaq. Yəni dünyanın həqiqətindən qəflətdə deyil. Ona görə insan yaşayır 70 il, 100 il, lakin necə? Qərib. Dünyada özünü qərib kimi hiss eləyir. Necə ki bir adam başqa bir diyara köçüb orada yurt salsa, necə ki özünü orada qərib hiss eləyir, bax bu cür. Yəni insan bu dünyada yaşayır və onun üçün dünya həqiqəti nədir? Bir körpü rolunu oynayır. Onu ahirətə aparacaq bir körpü, bir yol, hansı ki bunu keçib gedəcək. Dünyaya bu cür baxır. Və adətən bir yerdə hətta qərib olaraq məskunlaşan, məskunlaşdığı üçün öz tədarükünü görür. Evini tikir, işini qurur, qərib olsa da. Amma yolu keçən adam bunu da eləmir. O neyniyir? Yolu üçün ona lazım olacaq azüqədən götürür və bəzi insanlar bu dünyada bu cür yaşayır. Ona bəs edəcək qədər azüqəni götürür və yoluna davam edir. Bilir ki, yol ahirətə gedən yoldur. Və bu birincisindən də daha əzəmətlidir və ağırdır.